Uşaq nəyə istəyir, baxır. Olar? Olmaz. Uşaq hara istəyir, girir telefonda. Olar? Olmaz. Allah buna yox deyir. Sən kimsən ki icazə verirsən, sənin uşağın tərbiyəsi pozulsun. Uşaq sənindir. Fiziki olarak sen valideysən. Ama Allah'ın emanetini sənin əlində. Ailələr də bu cür. Peyğəmbər buyurur, qiyamətin günündə bütün elədiklərinizi sizdən mələklər soruşacaq. Yeganə bir dənə sual var. Allah mələklərə onu soruşmağa icazə vermir. Birbaşa bəndə ilə Allah özü danışacaq. Onun sorğusu alın, özü aparacaq. O da həyat yoldaşları. Mələklər ona qarışa bilməz. Birbaşa Allah deyəcək. Sənə bir dənə əmanət vermişdim. Necə saxladın? Peyğəmbər deyir ha. Deyəcək, həyat yoldaşlarınız sizə mənim əmanətim idi. Əmanətimlə necə davranın? Əgər xanım Zeynəbdən dərs almışıqsa, təbii ki, yaxşı olacaq. Almamışıqsa, və gərək xanım Zeynəbdən dərs. Bilirsiniz niyə? Xanım Zeynəb salamullah əleyha 5 dənə məsumdan dərs alır.